Salam dostlar, hər vaxtınız xeyir olsun. Bu günləri gördüyünüz kimi, bu günləri may ayının 25-i 2026-cı ildir. 16:34 göstərir saatlar. Həftənin birinci günü və gününüz uğurlu, bərəkətli olsun. Baxırıq biz bu günləri Qızıldayıq dostlar. Bu günləri Qızıl gördüyünüz kimi qepl açıldı. Yuxarıda bazar yuxarıda açılıb və hərəkətimiz ümumi istiqamətdə eee, dəstək və direnç ərazisində hərəkət edir. Bugün gördüyünüz kimi dostlar bizim əməliyyatlarımız oldu. Əməliyyatlarımızda yəni gördüyünüz kimi qazanclarımız da var. Take profitlə bağlandığımız da var. Məsələn gördüyünüz kimi e, 2026-cı il may ayının 25-də hamısı var. Gördüyünüz kimi burada. Ümumi nəticə 225 dollar 33 sent qazanmışıq bu günləri. E, Düzdür bizim burada xeyirlərimiz də var, ziyanlarımız da var. Gördüyünüz kimi və ümumi nəticə 225 dollar 33 sentdir. Və açıq əməliyyatlarımız da var. Halbuki açıq əməliyyatlarımız 44 dollar 10 sent, 50 sent bu arasında dəyişir. Biz burada əməliyyat açmışıq Qızılda gördüyünüz kimi. Dəstək və direnç xəttində biz əməliyyat açmışıq. Baxırıq 5 dəqiqəliyə məsəl üçün. Burada 15 dəqiqəlik deyil. Gəldi Qızıl buradan 45.055 54-dən 45.054-dən dəstək götürdü, yuxarı qalxır və biz burada müqavimət xəttində əməliyyat açmışıq. Müqavimət xəttində biz burada əməliyyat açmışıq gördüyünüz kimi. 4575-də əməliyyat açmışıq burada 2 dənə 0,2-nə və bunu sortalamışıq stop selindən ki, ən azından 2 dollar belə olsa gəlib bunu götürəcək, yuxarı qalx getdikdə biz ziyan etməyəcəyik. Və belə dostlar, bugün əməliyyatları bunlar idi. Sizlərlə paylaşmaq istəyirdim. May ayının 25-i 2026-cı il kimin nə sualı sözü olsa burada yaza bilər. Bu bizim Qızıldakı əməliyyatımız idi. Çox güman ki, bu gedəcək, burada Qızıl gedəcək. Buradan qayıdacaq. Buran əgər qırsa, 5075-i qırsa və bunun daha da yuxarıya getmə ehtimalı böyükdür. 5075-i qırsa, 4600-lərə və hətta 4615-lərə də gedə bilər. Gördüyünüz kimi dostlar. Bizdə burada məsələn 1 dəqiqəlikdə gəldi 1 dəqiqəlikdə və ya 5 dəqiqəliyə baxa gəldi 5 dəqiqəlikdə burada. Dəstək xətti var idi. Buranı qıra bilmədiyi üçün düz istiqamət yuxarı gedir. Bizim burada heç nə itirəcəyimiz yoxdur. Gəlsə, bura gəlsə belə 2 dollarla biz xeyirlə çıxacağıq və bugünkü nəticəmiz 225 dollar 30 sent qazanmışıq. Bizim bugün itirəcəyi heç nəyimiz yoxdur. Və bizdə bu Qızılda idi və keçək biz Dow Jones, DAX, S&P 500 və Nasdaq bizə baxaq. Və beləliklə dostlar biz S&P 500-dəyi gördüyünüz kimi S&P 500 ümumi istiqamət yuxarıdır, gedir və hədəflər qıra-qıra gedir. Uzun müddətlidir gördüyünüz kimi S&P 500 uzun müddətlidir. 19 dollar, burada da 19 dollar, yəni xeyir deyik. Sonra baxırıq Nasdaq-a, Nasdaq-da da məsəl üçün burada Nasdaq-da da ümumi istiqamət yuxarıdır. 116 dollar 49 sent, 116 dollar 49 sent. Biz xeyirdəyik. Gedək DAX-a, DAX-da da biz burada xeyirdəyik. Gördüyünüz kimi DAX 50 dollar xeyirdəyik və burada da DAX 70 dollar xeyirdəyik. Və Dow Jones-a baxırıq. Dow Jones-da da uzun müddətli gördüyünüz kimi gedir. Dow Jones-da bizdə burada 9 dollar, 9 dollar xeyirdəyik. Biz bunları istəyirəm ikisini arasından birini bağlayım. Bugünkü nəticə də budur gördüyünüz kimi. 2026-cı il mayın 25-i gördüyünüz kimi
Nəticəmiz belədir. 59 dollar, 57 dollar, 84 sent. Biz xeyrdəyik. Və mən istəyirəm bunların birini bağlayım. Məsələn, Nasdaq, Dow Jones-dan başlayaq. Dow Jones birini bağlayaq. Qoy biri qalsın, uzun müddətli qoy getsin. S&P-də də birini bağlayaq. S&P 500-də də birini bağlayaq. DAX-da da birini bağlayaq. DAX ehtiyac yox. DAX-da bir günə biz birini bağlamışıq. Gördüyünüz kimi DAX-da biz birini bağlamışıq. DAX-da ehtiyac yoxdur. Və Nasdaq 100-də biz birini bağlayaq. Gördüyünüz kimi bağladıq. Açıq əməliyyatlarımız 385 dollar 67 sent açıq əməliyyatlardır. Və bugünkü qazancımız DAX 30, Dow Jones, S&P 500, Nasdaq 100-də isə bağlamışıq 272 dollar 0,8 sentdir. Gördünüz və hələ ki açıq əməliyyatlarımızın digərləri də açıqdır. Biz gözləyirik bu daha da yuxarı getsin. Və belə dostlar, biz sizlərə 2026-cı il mayın 25-nə olan əməliyyatları və məlumatları verdik. Sizlər də nəsə maraqlandırsa, bizlərə müraciət edib yaza bilərsiniz. Hamıya uğurlar, hamıya bol qazanclar.